4-cü Bolduin, Yerusəlimin cüzəmli padişahı. Yəqin ki, onu TikTokda görmüsünüz. Amma əslində o kim idi? Yerusəlimin ən məşhur padişahlarından biri, cüzəmli kral. Artıq 13 yaşında taxta çıxdı, cüzəm əlamətləri göstərirdi. Lakin xəstəliyinə rəğmən yenə də ən hörmətli hökmdarlardan biridir. Əlində qılınc tuta bilməsə də şəxsən orduya rəhbərlik edir, onlarla yürüşlərə gedir və döyüşlərdə iştirak edirdi. Döyüşlərdə o cəsarəti, iradəsi və hərbi uğurları ilə məşhur idi. Onun ən böyük uğurlarından biri Misir və Suriyanın qüdrətli sultanı Səlahəddinə müqavimət göstərməsi idi. O danışa bildiyi, düşünə bildiyi və ya əmrləri imzalaya bildiyi dövrə qədər hökm etdi. O möcüzə deyildi, öləcəyini bilə-bilə yenə də döyüşməyi seçən insan idi. 4-cü Bolduin 24 yaşında öldü və ölümündən sonra təkcə düşmənləri ilə deyil, həm də öz xəstəliyi ilə mübarizə aparan nəcib, ali padişah obrazını geridə qoydu. Onun ölümündən sonra hər şey sürətlə aşağı düşdü.